Deməli, uşaqlar, adjective clause mövzusu haqqında deyəcəyik. Adjective clause mövzusunu yaza bilmək üçün nisbə vəzi bilmək lazımdır əlbəttə ki. Nisbə vəzi mövzusunda bilirik ki, əvvəldə insan anlayışı, sonrasında xəbər gələrsə, nə olur? Who ilə that olur. Əvvəldə insan anlayışı, sonra mübtəda xəbər olanda whom, who, that boşluq olur. Yəni heç nə olmaya da bilər. Daha sonra əvvəldə insan anlayışı, sonrasında təyin edicisi isim gələrsə whose olur. Burada insan anlayışı ilə yanaşı cansızlara da aid edə bilərik bu məsələni. Cansızlarda da sonrasında təyin edici isim gələndə, təyin edici isim gələndə whose qoya bilirik. Bunu keçən dəfə dərsdə demişdik biz. Sonra cansız və heyvan anlayışı, sonrasında xəbər gəlibsə nə qoyuruq onda? Which ilə that. Cansız mübtəda xəbər olanda nə olur? Which, that, boşluq. Bu bir məsələ. Yəni bunları əvvəlcə birinci növbədə bunları bilmək lazım. İndi keçirik mövzumuza. Deməli, burada məsələmiz nədən ibarətdir? Deməli, novel sözü var, roman deməkdir. Roman birinci növbədə cansızdır. Roman tərcümə edər yoxsa edilər? Birinci bunu bilmək lazımdır. Edilər. İndi burada məsələ nədən ibarət? Məsələn, bax, birinci bənddə novel that have translated. Have translated olmaz, necə olmalıdır? Have been translated olmalıdır. Çünki niyə? Roman tərcümə etmir, edilir. Başqası tərcümə olmalıdır. Ona görə də necə olmalıdır? To be və üç olması lazımdır. Sonra 2-də have dey yox, they have olmalıydı. Söz sırası pozulub. Deməli, biz qaydası bir daha deyirəm, cansızlarda bayaq dediyimiz kimi, əgər xəbər gəlibsə, onda nə olurdu? Which ilə that olurdu. Əgər cansızlarda sonrasında mübtəda xəbər gəlibsə, onda olurdu which, that və boşluq. İndi 3-də which have been translated uyğundur. Hansı ki tərcümə edilib, düzgündür. 4 də düzgündür. Hansı ki onlar tərcümə edib. 5 niyə səhvdir? Əgər burada novel sözü cəmdirsə, burada that-dən sonra xəbər gəlibsə, o xəbər ilə uzlaşması lazımdır. Novel-la uzlaşması lazımdır. Novel sözü cəm olduğuna görə həz əvəzində necə olması lazım idi? Have olması lazım idi. Cavab oldu nə? 3 və 4. Növbəti sualda song sözü var. Song nə deməkdir? Musiqi, mahnı. Cansızdır. Və which have composed yoxsa have been composed? Have been. Ona görə have-in əvəzində burada olmalıydı, have been. Çünki mahnı bəstələnir. Buna görə have been olması lazım idi. Bu getdi. That has been olmaz. Çünki niyə? Songs cəm olduğuna görə has yerinə have olmalıydı. Hansı ki bəstələnib başqası tərəfindən. Yenə have dey yox, they have olmalıydı. Düzgün variant oldu nə? 4 və 5. Növbəti sualda way sözü var, cansızdır. Cansızdan sonra what işlənməz. Qayda olaraq yadda saxlamanız vacib olan qaydalardan biri odur ki, əgər yer anlayışı olsa belə, V-dən sonra xəbər gəlməz. Daha doğrusu xəbərin əvvəlində V işlənməz. Bunu yadda saxlayın. İndi bu burada V lead olmaz. Çünki niyə? V-dən sonra xəbər işlənmir. Mübtəda xəbər işlənməsi lazım. Bunu çıxdıq variantda. İndi B, D, Y variantına baxsaq əgər, görürük ki, B ilə Y eyni şeydir. B ilə Y eynidir. Niyə B ilə Y eynidir? Çünki içi yenə dərk işlənə bilir də. V sözü tək olduğuna görə bu lead-in sonuna nə olması lazım idi? S. Çünki isimimiz təkdirsə xəbərin sonuna nə olması lazımdır? S. Cavab oldu nə variantı? D variantı. Stories sözü cəmdir. Votu çıxdıq. That people laugh at. Elə B düzdür görünən qədərlə. Görə o variantlar niyə səhvdir? Vot olmaz. Vot olmaz. Stories idi. Orada cəm idi məncə. Ona görə makes olmaz, make olar. Makes olmaz, make olar. Stories çünki cəm idi. Yenə stories var. Stories cansızdır. Cansızdırsa bax, who'dan sonra nə gəlməsi lazımdır? Who'dan sonra nə gəlməsi lazımdır? İsim. İsim. Ona görə bunu çıxdıq. Həzi də çıxdıq, bəli. İsimdən sonra what işləməz, bunu da çıxdıq. İndi qaldı A ilə B. Has been yox, necə olması lazım idi? Have been. Qaldı cavab A variantı. Növbəti sualda mən sözü insan anlayışıdır. Which-i çıxdım, düzdürmü? Sonra did you olmaz. Çünki sual cümləsi şəklində olmaz. Qaldı 1 ilə 3. Bunun rahat variantı nədir? Təsəvvür gətirin ki, burada we met yazılıb. We met yazılsa bu boşluğa biz nə qoya bilərik? Bax, insan, mübtəda, bir də xəbər. Onda nə qoyarıq? Whom, who, that, bir də boşluq olmalıdır. Ona görə də boşluq olub da, yəni 1 ilə 3. Sonra burada baxırıq nəyə? Design sözü necədir? Cəm. Cəmdirsə, vozu çıxdım. Bu getdi.
İsimdən sonra what işlənməz, bu da getdi. Qaldı cavab 1 ilə 3. 1-də uşaqlar deyəcəksiniz, necə oldu bəs 1-də? Bu fe'l sifət tərkibi kimi verilib. Elə bil ki, all the design presented by Mr. White were perfect. Mr. White tərəfindən təqdim edilən bütün dizaynlar necə idi? Əla idi. Yəni burada təqdim edilmiş fe'l sifət tərkibi kimi. Dizaynlar hansı ki Mr. White tərəfindən təqdim edilmişdir. Sonra burada alfabet sözü nədir? Cansız. Cansızdan sonra nə gəlməz? What gəlməz. Who gəlməz. Who çünki insanla işlənir. V gəlməz. Çünki V'dən sonra xəbər işlənmir. Həm də alfabetə V demək olmaz. Whom da insana aiddir. Qaldı D variantı. Story. Bedtime story is a kind of story. Story cansızdır. Cansızla who işlətmərik. Help yerinə necə olmalıdır? Help. Çünki story təkdir. Ha'nın əlaqəsi yoxdur. What'dakı isimlə işlənmir. Qaldı cavab A variantı. Növbəti sualda path sözü var. Cansızdır. V'dən sonra nə işlənməz? Xəbər işlənməz də, düzdür mü? Bayaq deyil, V'dən sonra xəbər işlənməz. Ona görə A getdi. Path sözü cığır deməkdir, isimdir. İsimdən sonra what işlənməz. İndi biz qayda olaraq bayaqdan baxdıq ki, xəbər gələndə onda nə işlətməliyik? Which and that. Boşluq ola bilərmi xəbər gələndə? Nöqtədən sonra xəbər gəldiyində boşluq ola bilərmi? Bu xəbər, boşluq ola bilməz. Which and that olmalıdır, elədirmi? Ona görə indi bax, buradakı varianta bax, D variantına. Gözə xəbər gəlib. Xəbər gələndə boşluq ola bilərmi? Ola bilməz. Ona görə D-ni də çıxdıq. İndi qaldı B ilə Y variantı. Lead yeri necə olmalıydı burada? Lead. Qaldı cavab nə variantı? Y. İstəsən işdə yuxunda açsın. Növbətidə grief nədir? Grief nədir? Qəm, kədər. Cansızdır. Votu çıxdıq. Grief cansızdırsa, whichdən sonra were olar, yoxsa was olardı? Was. Deməli, who'dan sonra xəbər gələ bilərmi? Who'dan sonra xəbər gələ bilərmi? Who'dan sonra isim gəlməlidir. Düzdür mü? Who'dan sonra heç nəsə isim. Grief sözünə V deyə bilərikmi? Deyə bilmərik. Qaldı cavab Y variantı. Qulaq asın. İndi burada növbəti sualda Mosque sözü nə deməkdir? Məscid. İsimdir də, hə? İsimdən sonra what işlənməz. V-nin əlaqəsi yoxdur. Mosque'ya V deyə bilməzsən. Məscid sözünə who da deyə bilməzsən. İndi V Tağıyev built for Tatars in Sankt Peterburg. İndi məscid haradakı Tağıyev tikdi Tatarlar üçün Sankt Peterburgda olarmı? Hansı ki Tağıyev tikdi olar da. Yəni orada çünki haradakı uyğun gəlmir. Növbəti. Let's go through the main point. Gəlin əsas məsələlərə gedək. Point cansızdır. Humu çıxdım. What'dan əvvəl isim işlənmir. V-nin əlaqəsi yoxdur. Y-in də əlaqəsi yoxdur. Cansızla nə işlədirik? D variantı. That. Movement sözü nədir? Hərəkat deməkdir da. Hip hop is a culture and art movement. Yəni mədəniyyət və incəsənət hərəkatıdır. Who'dan sonra nə gəlməliydi? İsim. Who'dan sonra isim gəlməliydi. Təyin edicisiz isim. Movement'a V deyə bilməzsən. What'dan əvvəl isim işlənmir. Whom'dakı insanla işlənir. Qaldı cavab nə variantı? C variantı. Hill nədir? Təpə. Cansızdır da, hə? Cansızda who deyə bilməzsən. What'dan əvvəl isim işlənmir. Who'dan sonra nə işlənməliydi? Heç nəsiz isim, təyin edicisiz isim. Qaldı V ilə which. V-dən sonra xəbər işlənmir. Qaldı cavab B variantı. Yox, pik zirvədir, hill təpə. Rhino's horn. Rhino's horn nə deməkdir? Gərgədanın buynuzu. Cansızdır da. Cansızdırsa ona who deyə bilməzsən, whom deyə bilməzsən. What'dan əvvəl isim işlənmirdi. Horn sözü tək olduğuna görə ar olmaz. Qaldı cavab nə variantı? B var. Gəldik bura. King Charles III was crowned at the ceremony. İndi bu ceremony. Burada what olmaz, düzdürmü? V-dən sonra, çünki what'dan əvvəl isim gəlmir. V-dən sonra xəbər gəlmir. Biz demişdik ki, nöqtədən sonra xəbər gələrsə, qabağında which-dən that işlənməlidir, mütləq şəkildə. Yəni, boşluq ola bilməz də burada. Ona görə bunu çıxdıq. Sonra, ceremony sözü tək olduğuna görə were olmaz. Cavab qaldı D variantı. The city. City sözü nədir? Cansız. Cansızdan sonra what işlənməz. Düzdürmü? Bunu çıxdıq. Sonra how işlənməz.
Nöqtədən sonra xəbər gələndə which zət olur. Boşluq ola bilmirdi. Bayaq dedim. Amma burada boşluq var. Buna görə uyğun gəlmir. Sonra V-dən sonra xəbər gəlmir. Yeni də çıxdım. Qaldı cavab D variantı. Sonra növbəti sualda P cansızdır. Cansızda nə işlədə bilərəm? Which. When işlətmərəm. What'dan əvvəl isim işlənmir. Were işlənməz. Is də işlənməz. Çünki xəbər işlənmir. Bu dənə qaldı cavab nə variantı? A variantı. Goat sözü nədir? Cansız deyil də heyvandır. Heyvanla da biz what işlətmərik. Çünki what'dan əvvəl isim gəlmir. Sonra V işlədə bilmərik. 2 ilə 4'ü çıx variantlardan. 1-3. 5 niyə olmadı? Çünki nöqtədən sonra xəbər gələndə boşluq ola bilmir. Crop cansız. Cansızla what işlədə bilmərik. V-nin əlaqəsi yoxdur. That contain yox necə olmalıydı? Contain çünki təkdir. Və burada C ilə Y qalır. Hansı olar? Cavab C'dir. Y niyə olmur bilirsinizmi? Çünki burada crop veribsə crop. Crop. Məhsul deyir də, düzdürmü? Biz bilirik ki, bax, əvvəldə əgər cansız gəlibsə, sonra mübtəda xəbər gəlibsə, which zət boşluq ola bilər də, hə? İndi burada uşaqlar deyir ki, bəs mübtəda xəbər gəlib, da nətər which ola bilmir ki, ola bilər də. Uşaqlar, buradakı isimlə, bu crop sözü ilə, whichdən sonraki mübtəda eyni ola bilməz. Yəni, orada mübtəda gələ bilər. Səhər yazdım bunu uşaqlar üçün. Yazdıq ki, cansız mübtəda xəbər gəlinə which zət boşluq olur. Cansız xəbər gəlinə which-lə dət olur. İndi fikir verin. I bought the book which you recommended. Nə deməkdir? Mən kitabı aldım, sən tövsiyə etmişdin. Hansını ki? Və mübtəda var. Sonra da xəbər var. Görsə düzdür. Mən kitabı aldım, which was recommended. Hansı ki tövsiyə edilmişdi. Bu da bu məhçulu. İşte düzdür. Və bu üçüncü cümlə səhvdir. Niyə səhvdir? Mən kitabı aldım, hansı ki o maraqlıydı. Baxın, mübtəda xəbərdə, birincidə də mübtəda xəbər var, üçüncüdə də mübtəda xəbər var. Düzdürmü? Bir düzdür, üç səhvdir. Niyə? Çünki birincidə mübtəda buka aidiyyatı yoxdur, başqa bir mübtədadır. Deyir ki, mən kitabı aldım, hansıdır ki sən tövsiyə etmişdin. Başqa bir mübtədadır. Amma aşağıdakı üçüncü cümlədə qırmızı işarələdiyimdə mən kitabı aldım, hansı ki o maraqlıydı. Da, elə book var da, da itənə ehtiyac var. Ona görə burada it olmamalıdır. Düzgün cavab olmalıdır. Bax 4'dəki kimi, yəni bu I bought the book which was interesting olmalıdır. İndi deyəcəz bu nə aidiyyatı var? Bu sualımızda da deməli hansı sualıydı? Hə, burada yəni crop varsa məhsul. Bir də burada itə ehtiyac yoxdur. Which saved people's life olmalıydı. Yəni məhsul hansı ki o insanların həyatını xilas edir, yox? Hansı ki insanların həyatını xilas edir. İndi deyəcəksiniz ki, nətər oldu ki, bəcək oldu, orada heç də qoyulmuyor baxın. Deməli, bayaq belə bir şey deyim, bax. The crop verilsə, V verilsə, no verilsə, bu boşluğa nə qoya bilər bu boşluğa? Which, that, bir də boşluq. Burada da boşluq verilib də C-də. Deməli, instruction cansızdır. Cansızdan sonra nə işlətməliyik? What işlətməliyik? Instruction sözü necədir? Cəm. Cəmsə nə işlətməliyik? Is işlətməliyik. Bu getdi. İsimdən sonra xəbər birbaşa gəlməz. Instruction sözünə V deyə bilmərik. Qaldı cavab C variantı. Elephant sözü nədir? Heyvan. Vot'u çıxdıq variantdan. Vot getdi. Bu getdi variantdan. Sonra 5-ci bənddə who'dan sonra nə gəlməlidir? İsim gəlməlidir. Düzdürmü? 1, 3, 4. Cavab oldu nə? A variantı. Deməli, növbəti suala keçirik.
Deməli, sualımıza baxırdıq. Deməli, 2-ni çıxdıq və 5-i çıxdıq. 1, 3, 4 qaldı. Növbəti sualda villager sözü nədir? İnsan. İnsandan sonra nə işlətməliyik? What işlətməliyik? Who'dan sonra nə gəlməsi lazım idi? İsim. Sonra insandırsa which deyə bilməliyik. Whom'dan sonra xəbər gələ bilirdi mi? Xəbər harda işlənirdi? İnsan xəbər olanda nə işlədirik? Who ilə that işlədirik də. Mübtəda xəbər olanda whom işlədirik. Orada whom ola bilməz, who olardı. Deməli, whom'dan sonra nə gəlməz? Xəbər gəlməz. Qaldı cavab Y var. Növbəti sualda those nədir? Those nədir? İnsan. İnsandırsa who'dan sonra isim gəlməz. Gəlməlidir daha doğrusu. Daha sonra those necədir? Təkdir cəm. Şöyle those sözü bərabərdir nəyə? Elə ki people sözünə. İnsanlar. İndi cəmdirsə bu nosio ne olmalıydı? Düzdür mü? Does olmaz çünki does da təkdir. When de olmaz çünki when insanla işlənmir də. Qaldı cavab bir dənə C variantı. Növbəti suala keçirik. Deməli, students nədir? İnsanlar. Cəmdir. Cəmdirsə həz olmaz, have olardı. İnsana which deyə bilmərik. Who'dan sonra isim gəlməlidir. Çıxdıq variantdan. Nöqtədən sonra xəbər gələndə boşluq ola bilməz. Qaldı cavab B variantı. İnsan. Whom'dan sonra xəbər gələ bilərmi? Xeyr. Deməli, when ola bilməz. Düzdürmü? Buna çıxdıq variantdan. Sonra person sözü təkdir cəm. Tək. Təkdir də, düzdürmü? Təkdirsə don't olmaz. Necə olardı? Doesn't olardı. Look yox, necə olardı? Looks olardı. Qaldı Y variantı. 28'də Tağıyev was the person. İnsan. Which'i çıxdı. Whom'dan sonra xəbər gəlmir. Xəbər ancaq who'dan sonra gəlirdi də. What da çıxdı çünki insana aid deyil. Who'dan sonra nə gəlməlidir? İsim gəlməlidir. Çıxdıq. Bir dənə qaldı variant Y variant. Administrator insandır. İnsandırsa which'i çıxdım. How çıxdım. 3-dən 4'ə çıx variantlardan. 1, 2, 5. Sonra people sözü insandır. İnsandırsa which'i çıxdım. Düzdürmü? Whom I know enjoy visiting museums. I'm acquainted with. Who lives yox necə olmalıydı? Live olmalıydı çünki cəmdir. Nə qaldı variantda? 1, 2, 5. İndi deyəcəksiniz ki bu 2 necə oldu? Elə bir ki people'dan sonra, people'dan sonra ay gəlibsə nə olardı bu boşluqda? Whom, who, that boşluq olardı. Orada boşluq verir. Neighbor insandır. İnsana which deyə bilmərik, when deyə bilmərik, where deyə bilmərik. Who'dan sonra da isim gəlməlidir. Qaldı A variantı. Sonra people insandır. İnsan. Bax indi təsəvvürə gətirin ki people'dan sonra, people'dan sonra I called verilib. I call verilib daha doğrusu call. Bu boşluğa nə qoya bilərəm ay uşaqlar? Aha, nə qoyaram? Whom. Sonra who, that, bir də boşluq. İndi bax birinci, ikinci, üçüncü eyni şeydir də, düzdürmü? Bax I called. Whom, who, boşluq verilib də, düzdürmü? İndi görək that olan da varmı? Neçəsi düzdür yəqin deyir ki. That olan da var. Eyni şeydir də, hə? Bu da düz. When olmaz. 4 tanesi düz olmuş. Children insandır. İnsana veya demək olmaz. Düzdürmü? Bak indi. The Smiths adopted. The Smiths adopted. The Smiths adopted. Bak 1, 2 ve 5 eyni şeydi mi? Eyni şeydi. Sadece whom, who boşluq olub da, düzdürmü? Bu üçü düzdür. Bunlar üçü düzdür. İndi 4 düz olar mı? Olar. Necə düz olar 4? O da onun məhculudur da. Deyək ki children verdi. Children were adopted vesaire. Burada boşluq ola bilər mi? Bak insan, xəbər. Boşluq ola bilər mi? Niyə bilmir ki? Bayaq dedik da. Necə idi? Whom, who, that,
və boşluq olur da. Boşluq verilib də burada da. Ona görə 4 də götürürük. Cavab neçəsi düz oldu? 4'ü. Apartment nədir? Cansız. V-nin əlaqəsi yoxdur. V-ni çıxdıq. Ən çətin tipdə sual tipi neçəsi düzdür olan suallarda. İndi fikir ver, bax. Deyək ki, apartmentdan sonra apartment sözü verilib. Apartment. I wanted to rent. Mən bu boşluğa nə qoya bilərəm uşaqlar? Mən bu boşluğa nə qoya bilərəm? Which. That. Bir də boşluq. Razıyıq? Yaxşı. İndi gəldik. Apartment. We wanted to rent. Bax 2 ilə bax 2 3 5 eyni şeydir mi? İndi yaxşı, birin onlardan fərqli cəhəti nədir? Birdə nə var? It var. Deyir ki, apartman demək mənzil. Biz istəyirdik ki, kiralayaq onu. Yəni burada itə ehtiyac yoxdur. Mənzil verilib də datajdan onu niyə verirsin ki? Ona görə düzgün cavab neçəsi olur? 3'ü. Sonra captain insandır. Which'i çıxdıq. What'u çıxdıq. Düzdürmü? Təsəvvürə gətirin ki, burada team sözü verilir. Hamısı çünki teamdir də. Görürsünüz mü? Hamısı teamdir. Hop. Hamısı teamdir. Düşün ki, burada hamısı sonra team gəlib. Team gəlsə bura nə qoya bilərəm ancaq? Whose. Whose olan variant hansıdır? Ən rahat variant budur. Nöqtədən sonra xəbər gəlib, isim gəlibsə, təyin edici isim whose olur. Burada da philosophers whose writing affected Western philosophy. Bu düz. Yəqin ki, bu düzdür. Which'i çıxdıq, V-ni çıxdıq. Xəbər birbaşa gəlirsə boşluq ola bilməz. Getdi. Whom'dan sonra xəbər gələ bilməz. Getdi, qaldı cavab. Sonra bu insandır, insan anlayışıdır. İnsan anlayışıdırsa who'dan sonra xəbər gələ bilərmi? Marshall Bruce Mather third. Yəni o yəqin ki Eminemin adıdır deyəsən də, Eminemin adıdır. Deməli, burada who'dan sonra xəbər ar ola bilməz. Çünki niyə? Bir nəfərin söhbət gedir. Bu getdi. V insana V demək olmaz, what demək olmaz. Whom'dan sonra da xəbər gəlməz. Qaldı cavab B variantı. Author insandır, müəllif deməkdir. İnsana which deyə bilməzsən. Sonra who books olmaz. Who'dan sonra isim gəlməz. Sonra books of which. İnsana which demək olar. Books of whom olardı da məsəl üçün olsaydı. Whom books olmaz. Qaldı cavab bir dənə nə variantı ki. Və yaxud da ən rahat variant bura bir dənə books yazsan olardı whose da elə. Daha sonra diqqət. Bax burada variantlara bir dənə fikir verin uşaqlar. Variantlarda bir dənə sizə uyğun gələn şey nədir? Employees. Employees nə deməkdir? İşçi. Employees işçi deməkdir. İndi nöqtələrdən sonra təyin edici isim gələrsə, cansız olsa belə biz nə işlətməliyik orada? Whose. Hansının ki işçiləri? Baxın, qayda olaraq var idi ki bizdə istər insan anlayışı olsun, istər cansız olsun, hamısının yəlik formalarında biz işlədik nəyi? İnşallah tapsaq. İstər insan olsun, istər cansız olsun, yəlik məzmununda biz işlədirik who'su. Və burada qeyd etmişik. Fikir verirsinizmi? Lövhədə görə bilirsiniz. İstər insan, istər cansız olsun, yəlik məzmununda hamısını yerə nə işlədəcək? Who's işlətmiş olacaq. Bax, Şəki is an ancient city. Şəki qədim şəhərdir. Whose silk is famous in the world. Hansının ki ipəyi dünyada məşhurdur. Yəni cansızın yəliyi də, düzdürmü? Onlar yaşayırlar müasir şəhər küçədə, hansının ki insanları təhsillidir. Yəni yəlik məzmununda istər insan olsun, istər cansız olsun, hamısına whose götürürsən. Hansının ki işçiləri oldu nə? Whose employees. Who'dan sonra isim gəlmir, why'dan əlaqəsi yoxdur, what'un əlaqəsi yoxdur. Birbaşa isim təyin edicisiz gəlsə qabağında whose olmalıdır. Və problem. İndi düşün ki burada
solution sözünü qoymuşuq. Tamam. Solution nədir? Solution nədir uşaqlar? Həll. Həll nədir? İsimdir da, təyin edicisiz isimdir. Təyin edicisiz isimdir. Təyin edicisiz isimdirsə, nə ola bir dənə? Buz. Acaba. Sən yeməyə qulaq asmısan axı. Biraz qabağa mən nə dedim? Dedim ki, cansız olsa da təyin edicisiz isim gələndə huz işlənir. Azca açdı, azca. Hava gəlsin. İndi görünmür yəni. Yəni bu ört. Deməli, sualımızda da, bax görsənmi? Problem hansının ki həlli? Gördün? Ev. İsimdir. İsimlə ven işlətməliyik burada. How əlaqəsi yoxdur. What'un əlaqəsi yoxdur. That stand yox. Necə olmalıydı? Stands olmalıdır. Qaldı Y variantı. Place. Library is a place. Nə deyir orada? Kitabxana yerdir. Yerdirsə who işlətməliyik. Who'sun sonrasında onsuz da gəlmir. İsim gəlməlidir. What'dan əvvəl isim işlənmir. How'da işlənmir. Yerdirsə demək V olmalıdır. Deyir ki, the first Vikings had to search for fertile land. Nədir orada? Gübrəli torpaqlar, yəni məhsuldar torpaqlar axtarırdılar. İndi bax, crops var. Hamısında görsən cropsdur. Crops nə deməkdir? Məhsul. Görsən, bütün variantlarda, fikir verirsən, bütün variantlarda, belə bir dənə xət çəksən, bütün variantlarda crops gəlir. Nöqtədən sonra crops gəlsəydi, mən oraya nə qoyardım? Whose. Whose hansı variantdadır? Yox, burada elə deyilmiş demək ki, hansının ki məhsul deyil. Hansının ki məhsul deyil də. Demək, nə deyil indi cümlədə? Hansının ki məhsul, mən cümləni... Nə deyil indi orada? The first Vikings had to search the fertile land. Whom crops, olmaz. What crops could be grown? Where crops could be grown and bir dənə V qaldı, bir dənə yer olan V qaldı. Bəli. Orada crops yəni məhsul, yəni elə bilir ki, mən hansının ki məhsulu elə nəzərə tutdum. Yəni hansının ki məhsulu deyil, haradakı məhsul becərmək olardı. Yəni humun onsuz da aidiyyatı yoxdur, what'dan əvvəl onsuz da isim işləmir, who insana aiddir, how'un da əlaqəsi yoxdur, bir dənə onsuz da V qaldı. Haradakı məhsul becərilirdi və malqara otlayırdı. Restoran sözü yerdir. Yerdirsə, V'ni çıxdıq, what'u çıxdıq, which people, where people can get a light meal. Haradakı insanlar yemək yiyə bilir. Humu çıxdıq. Which people can get a light meal. Haradakı insanlar yüngül yemək yeyir orada. Hansı ki insanlar olmur. Haradakı. Gəldik bura. My new shirt didn't fit, so I took it back to the store. Nədir orada? Mənim deyir, yeni köynəyim mənə deyir, necə uyuşmadı, tutmadı, yaraşmadı. Və mən onu qaytardım geriyə mağazaya. Haradan ki mən almışdım onu. Haradan da yəni. Humun aidiyyatı yoxdur. Hansı ki mən almışdım onu olmur da, hansından ki, haradan ki olmalıydı. Deməli gəldik bura. It was a time, vaxt idi. Vaxtla biz nə işlədərik? When, nə zaman? Vaxtla nə zaman? Yenə də burada Grandpa remembered the old days. Babam deyir köhnə günləri xatırladı. Nə zaman ki there was no television. Burada which niyə olmur bilirsinizmi? Which olması üçün uşaqlar V'ni which'e bərabərləmək üçün at, in, on, which olmalıydı. Days varsa orada on which olmalıydı. Hansındakı. Yəni zəflikləri bərabərləmək istəsənsə əgər, onda olan qabağına at, in, on, which qoymalısın. Məsələn, V-yə necə dedik? In which, on which, at which. V-lə də nə demək diyordu? On which demək. Yəni də the moment zamandır when Michael Jackson did her first moonwalk on TV. Yəni an olduğuna görə vaxt, when. Qulaq as. Day. Nə deyir? I clearly remember the day. Mən çox aydın şəkildə günü xatırlayıram. When I rode a bike for the first time. Nə zaman ki mən ilk dəfə velosiped sürdüm. V-nin əlaqəsi yoxdur. V-nin əlaqəsi yoxdur. H-ın əlaqəsi yoxdur. V-nin əlaqəsi yoxdur. Üç də boşluq da ola bilər yəni. I rode a bike for the first time. Sonrasında mütləq xəbər gələndə V-lə yanaşı boşluq da ola bilər. Cavab oldu ikisi.
Sonra adjective clause, essential and non-essential. Bunu da keçən səfər mən qayda olaraq demişdim. Diqqətiniz tam olarak burada olsun. Deməli, burada məsələ nədir? Essential, non-essential da, bəli. Bunun iki adı var. Defining, non-defining də deyirlər buna. Bunun bir adına da. Deməli, nədir məsələ? Deməli, burada məsələ budur ki, burada elə belə oxunurdu onsuz da. Deməli, defining və non-defining nə deməkdir? Deməli, defining dediyimiz şey, buna essential da deyirlər. Non-essential, essential və yaxud da defining, non-defining iki formada demək olur. Yəni, defining or non-defining və yaxud da essential or non-essential. Essential sözünün mənası nədir? Vacib. Non-essential nə olur? Vacib olmayan. İndi baxın, vacib demək o deməkdir ki, yəni bundan sonra gələn o budaq cümləni işlənməyi vacibdir, lazımdır, mütləqdir. Non-essential o deməkdir ki, yəni bundan sonra gələn cümləni işlənməyi vacib deyil. Ona görə də, bax, məsələn, bu cümlələrə fikir versək, deyir ki, do you remember the teacher who taught us history at school? Sən deyir, müəllimi xatırlayırsanmı? Kim ki sənə tarix dərsi öyrətmişdi. Sən müəllimi xatırlayırsanmı deyən kimi aydın olur mu hansı müəllimdən söhbət getdiyi? Mütləqdir ki, ondan sonraki bu altdan xətt çəkdiyim hissə cümlədə işlənsin də ondan sonraki cümlə. Buna deyirlər essential, yəni vacibdir işlənməyi. Do you have a thing? Səndə hansısa bir alət varmı? That measure pressure. Təzyiq ölçən alət varmı? Yəni, o mənada. Səndə alət varmı deyəndə məlum olmur hansı alətdən söhbət gedir. Buna deyirlər nə? Essential. Non-essential nədir? Yəni non-defining və yaxud da non-essential. Non-essential isə budur ki, Azərbaycan dilində cümlə özünün əlavəsi var. Mən Əhmədi tanıyıram, normal cümlədir. Bir də bunun neyini Azərbaycan dilində vergüllə və yaxud da trenin ayırırıq. Mən Əhmədi, Əlinin qardaşı olan oğlan tanıyıram. Və yaxud da onun qardaşı Elvin həkimdir. Əslində bu is a doctor hissəsində cümlə qutarmalıydı. His brother Elvin is a doctor. Cümlə belə qutarmalıydı. İki vergülün arasındakı hissə var. O Azərbaycandakı cümlə özünün əlavəsidir da. Onu çıxartsa da bir mənada problem olmur. Who lives in London? Kim ki Londonda yaşayır. Bu nə oldu? Əlavə bir məlumat oldu da elə bil ki. Buna görə nə deyirlər? Vacib olmayan, yəni non-essential, vacib olmayan məlumat. Və vacib olmayan məlumatı cümləyə birləşdirməkdən ötürü nədən istifadə edirik? Vergüldən. Vacib deyil də özümüzdən qoymuşuq ki, o vacib deyil, sonradan əlavə olunan bir şeydir. Və yaxud da Anar bizə kitabı haqqında danışdı, hansını ki müharibədən əvvəl yazmışdı. Anar bizə kitabı haqqında danışdı, cümlə qutara bilərdi də burada. Aydınlaşdırıb, sadəcə buna deyirlər, aydınlaşdırıcı və yaxud da non-essential. Yəni vacib deyil. Yəni ondan sonraki sən silsək də cümlədə bir şey dəyişmir. Deməli, yadda saxlamanız üçün non-essential nə deməkdir? Vacib olmayandırsa cümlədən çıxartmaq olar. Cümlədə işlənməyə vacib deyil və bunun cümləyə qoyulması üçün non-essential, yəni sonradan artırılandır, əlavə bir şeydirsə, bunun nə ilə ayrılır demək onda o? Vergüllə ayrılır. Əgər vacib olsaydı vergüllə ayrılmazdır, bütöv şəklində olardı. Belə yadda saxlaya bilərsin. Deməli, non-essential olanda nə olmalıdır? Vergül. Essential'da vergül olmamalıdır. Bir sonraki qaydamız odur ki, non-essential'da biz bilirik ki, who, whom, which'in yerinə biz that işlədə bilirdik də, düzdürmü? Amma non-essential'da biz that işlədə bilmərik. Deməli, which'i işlətdik, hə? Amma that işlədə bilmərik. Vergüldən sonra that işlədə bilmərik. Yəni, özünü işlətməliyik. Who'dsa who'nu işlətməliyik. Which'sə which'i işlətməliyik. Whom'sa whom'u işlətməliyik. Deməli, non-essential nə oldu? Non-essential'da necə olurdu uşaqlar? Non-essential'da vergül olur və that olmur. Essential'da vergül olmur. İndi fikir veririk. Bu cümləmizdə bizdən nə istəyir? Essential, yəni vacib. Vergül olanları çıxaracaq. Vergül cümlənin arasında gəldi yox, ha? Which'in qabağında, who'nun qabağında gələn vergüldən söhbət gedir. Which'in qabağında vergül var, var. Bir də harda var vergül görə? Burada da which'in qabağında vergül var. Deməli, bunlar nədir? Non'dır. Vergül varsa non'dır, yəni vacib olmayandır. Ona görə bizə vacib olan lazımsa 1-2. Cavab oldu 1-2. Növbəti sualda yenə nə deyir bizdən? Non-essential, vacib olmayan. Vergül olanları götürəcək bu dəfə. Vergül olanlar hansılardır? 1 və 4. Cavab oldu A. Növbəti sualda yenə bizdən nə istəyir? Non-essential, vacib olmayan. Vacib olmayan olan hansıları olur onda? Vergül olanlar 1 və 5. Cavab oldu 1-5. Növbəti sualda yenə essential soruşur. Vacib olan. Vacib olan deyirsə onda nə olacaq onda? Vergül olanları çıxacaq.
Vergi olanları çıxacaq. Cavab oldu nə? 1 və 4. İndi yenə növbəti sualda non-essential. Bu dəfə vergi olanları saxlayacağıq. Non-disa vergül. 1 və 3. Cavab oldu nə? C variantı. Non-essential. Vacib olmayan. Vergül. 1 4. Növbətidə yenə nə istəyir bizdən? Essential. Essential ise vergülləri çıxacağım. Vergül buradadır. Vergülləri çıxacağım. Yani burada ikinci vergüden söhbət getmir. Yani bunun qabağındakı, uzun qabağındakı vergüdən söhbət gedirdi. Cavab oldu nə? 1 və 4. D variantı. Növbətidə yenə nə istəyir bizdən? Essential istəyir. Vacib olan. Deməli, vergül olanları çıxacaq. 1, 2. Deməli, növbətdə nə istəyir bizdən? Non-essential istəyir. Vergül olanları saxlayacağım bu dəfə. Vergül olan qaldı. Vergül olan qaldı. Cavab oldu nə? 1, 2. Növbətidə bizdən non-essential istəyir. Deməli, vergül olanları saxlayacağım. Vergül olanları saxlayacağım. Nə oldu cavab? 2 və 4. Deməli, nandırsa vergül. Deməli, vergüldürsə bu nandır. Uyğun gəlmir bizə. Vergüldürsə bu da uyğun gəlmir bizə. Vergüldürsə uyğun gəlmir bizə. Cavab oldu nə? 1, 4. Çünki bizdən essential istəyir. Növbətidə yenə essential istəyir. Vacib olan. Deməli, vergül olanları neyəcəm? Çıxacaq. Vergül olan çıxdı. Sonra vergül olan çıxdı. Cavab oldu nə? 1, 3. Söhbət bunun biçin qabağındakı vergüdən gedir. Cümlənin arasında gəldi olan vergüdən söhbət getmir. Növbəti sualda yenə bizdən essential istəyir. Essential nə idi? Vergül olmayan idi. Vergül olanları çıxırıq. Qalır 1 ilə 4. Növbətidə non-essential istəyir bizdən. Non-essential istəyir. Vacib olan da olmayandır non-essential. Olmayan. Yəni vergülləri saxlayacağıq. Vergül. Cavab oldu nə? 1, 2. Növbətidə yenə non-essential istəyir. Vergülləri götürəcəyik. Cavab oldu nə? 1, 2. Deməli, vergül. Sonra nə var? Vergül. Vergül onları inəcək. Çıxacaq. Qaldı cavab nə? 2 ilə 4. Yenə essential deyirsə, yenə vergül olanları çıxacaq. Vergül olanları çıxdıq. Başqa harda var vergül? Burada çıxdıq. Cavab oldu nə? 2, 3. Yəni, Y variantı. Növbətidə nə deyir orada? Non-essential deyir. Non-essential. Vergül olanları saxlayacaq. Vergül. Deməli, cavab oldu nə? 1, 4. Növbətidə nə deyir? Non-essential deyir. Non-essential nədir? Vergül və vergül. Cavab oldu nə? 1 və 3. Növbəti 69-cu sualda essential deyir. Vergülləri çıxacağım. Vergül çıxdıq. Nə qaldı? 1 ilə 2. Növbətidə nə deyir? Non-essential deyir. Vergülləri saxlayacağım. Vergül. Bir də hardadır? Bu da buradadır. Deməli, cavab oldu nə? 1, 2. Bu qədər qurtardı mövzumuz. Uğurlar hər birinizə.